Saat 12-də, 12 radələrində qara tüstü ilə başladı. Elə biz də qonşu mağazayıq. Yaxınlaşdıq ki, kömək eləyək, artıq biz kömək eləyə bilmədik. Sağ olsun, Fövqəladə Hallar Nazirinin əməkdaşları hamısı gəldilər, onlar kömək eləyək. Bilmirik biz də ələm, qonşuyuq, elə çıxır, gördük, tüstü gəlir, biz də gəldik kömək eləyək. Gördük, kömək eləyə bilmirik. İndi də kömək eləyirik, çalışırıq ki. Əvvəllər olur burada? Yox, birinci dəfədir, biz burada görməmişik. Neçədir ki, mağaza yerləşir? 4-5 mağazaya ziyan deyil, mağazalar çoxdur, Cərgədə mağazalar çoxdur. Sizin mağazaya ziyan deyil? Yox, bizim mağaza bundan bir-iki mağaza o tərəfdədir. Fövqəladə Hallar gəlməsəydi vaxtında bizim mağazalarda çatardı. Yəni, sağ olsunlar, onların sayəsində. Ya indi elektrikdəndir, ya indi nədənsə bilmirik, bizdə də. Sizin sığortanız var mı? Mən bilən bazarın varıdır. Bazarın sığortası olmalıdır, amma bizim bilmirəm. Mağazaların olmamalıdır. Amma bazarın olmalıdır. Ziyanı necə ödəyəcək? Bilmirəm hələm, vallahi bilmirəm hələm.